Hər kəs salamlayıram uşaqlar. 26-10-2025-ci ildə Güvən həyata keçirdiyi blok sınağının 10-cu sinif 2-ci qrup A variantının sualları ilə tanış olacağıq. Paylaşdığım bu tipli izah videolarında çalışıram ki, testlərin geniş izahını verim. Video diqqətlə baxdıqda biz həm öyrəndiklərimizi xatırlamış oluruq, təkrar etmiş oluruq, həm də bilmədiyimiz məsələləri öyrənmiş oluruq. Ona görə videoya sona qədər baxmağınız məsləhətdir. Bu arada kanala abunə olmağı və video bəyənməyi unutmayaq ki, belə videoların sayı daha çox olsun. Hər birinizə xoş seyirlər arzulayıram. 61-ci test tapşırığında son tunc ilk dəmir dövründə qədim əhalinin təbəqələşməsini göstərir məsələsi öz əksini tapıb. Deməli, toxa əkinçinin inkişaf etməsi son tunc ilk dəmir dövrünə aid deyil. Dairəvi yaşayış evlərinin inşasına başlanılması da son tunc ilk dəmir dövrünə aid deyil. Əhalinin oturaq həyata keçməsi neolit dövrünə aiddir. Qəbirlər üzərində qurulmuş kurqanlarsa qədim dövrdə insanların belə deyək, təbəqələşməsini göstərən əsas amillərdən biri idi. Cavab olacaq D variantı. İlkin şəhər mərkəzləri isə orta tunc dövrü üçün xarakterikdir. 62-ci test tapşırığımızda Muğan və İstəminin vəfatından sonra Göytürk dövlətində varislər arasında hakimiyyət uğrunda mübarizə başlayır. Anaları Çinli olan şahzadələrin Çinə yaxınlaşma cəhdləri və türk inanclarına yad olan buddizmi yaymaq istəkləri dövlətin daxilindəki ziddiyyətləri daha da artırır. Nəticədə 6-cı yüzilliyin 80-ci illərində dövlət iki hissəyə parçalanır. Mətnə əsasən 1-ci Göytürk və Böyük Hun dövlətinin parçalanması ilə bağlı oxşar səbəbləri müəyyən edin. Deməli, birinci məsələdə Xan sülaləsinin türk dövlətlərinin daxili işlərində qarışması öz əksini tapıb. Biz bilirik ki, 1-ci Göytürk dövləti 552-ci ildə yaranıb. Xan sülaləsi isə artıq bizim eranın 3-cü əsrində belə deyək, süqut etmişdi, parçalanmışdı. Ona görə də biz biri düzgün cavablar içərisində götürə bilmərik. İkincisi, şahzadələr arasında hakimiyyət uğrunda mübarizə. Bu bizim doğru cavabımız olacaq. Anaları Çinli olan şahzadələrin Çinlə yaxınlaşmaq cəhdləri də bizim testin doğru cavabları içərisində olmalıdır. 4 niyə yanlışdır uşaqlar? Çünki 1-ci Göytürk dövlətində buddizmin yayılması məsələsi, yəni yeni bir dinin yayılması məsələsi var. Amma Böyük Hun dövlətində hər hansı bir dini məsələ ilə biz rastlaşmamışıq. Ona görə 2 və 3, yəni doğru cavabımız E variantı olacaq. 63-cü test tapşırığında göstərilən xüsusiyyətlərin aid olduğu ərazini xəritdə müəyyən edin yazılıb. Biz bu tipli testlərdə adətən 2 və daha artıq fikirlər verilir və biz bəzən olur ki, birinci fikri əsasən şəhəri tapa bilmirik. Ona görə də mütləq şəkildə xüsusiyyətlərin hər birini oxumaq lazımdır. Sasanilərin mərzbanı ərəblərlə sülh bağladı. Xəlifənin göstərişi ilə şəhər əhalisi vergiden azad oldu. Deməli, biz vergiden azad oldu məsələsini gördükdən sonra artıq testimizin cavabını tapmış oluruq. Biz bilirik ki, Ərəb xilafəti dövründə Azərbaycanda vergiden azad olunan şəhər Dərbənd şəhərdir. Bu da təbii ki, hansı ar olacaq? Azərbaycanın belə deyək, giriş qapısı olan Dərbənd olacaq, yəni C variantı olacaq. Sonra 64-cü test tapşırığımızda daha əvvəl baş vermişdir. Ağqoyun kilsə məclisinin çağırılması 488-ci ildir. 1-ci Şapur 262-ci ildə ölkəni tabe eləyib. Amid döyüşü 359. Məzdəklər hərəkatı yatırılması 529. Albaniya dövlətinin süquta uğraması isə 705-ci ildir. Deməli, daha əvvəl deyirsə, bizim doğru cavabımız olacaq B variantı. 65-ci test tapşırığında Eyler-Venn diaqramına əsasən biz uyğun bəndləri tapmış olacağıq. Axund dövləti və 1-ci Göytürk xəqanlığı. Uyğurlar tərəfindən süquta uğradılmışdır görürük və bunu biz cavablarımızdan çıxırıq. Bilirsiniz ki, Uyğur xəqanlığının süquta uğratdığı dövlət 2-ci Göytürk dövlətidir. Ötükən şəhərinin paytaxta çevrilməsi bu 1-ci Göytürk xəqanlığı üçün səciyyəvidir. Aşina nəslindən mənsub olması 1-ci Göytürk dövlətinə mənsub olan bir məsələdir. Sasanilərə qarşı mübarizə aparılması hər iki dövlət üçün oxşar cəhətdir. Eftaritlər dövləti kimi tanınması olacaq Axund dövləti. Baxırıq biz burada cavablara 1-ə E, 3-ə D, 2-ə BC bizim E variantı öz əksini tapıb. Zaten biz oxşar cəhətlərə də D-ni gətirdikdə, 2-yə də B ilə C-nin aid olduğunu bildikdə doğru cavabın E olduğunu bilirik. 66-cı test tapşırığımızda Eneolit dövründə əsasən daş alətlərdən istifadə olunmasının səbəbi soruşulur. Bu nisbətən sadə sualdır. Bilirsiniz ki, ilk metal olan mis məhz Eneolit dövründə yaranmışdı. Amma Eneolit dövründə metalın yaranmağına baxmayaraq,
daş alətlərdən istifadəyə yenə də üstünlük verilirdi. Bunun səbəbi nə idi? Misin yumşaq olması, tez əyilməsi və yaxud da tez sınması və yaxud da bu testdə öz əksini tapan misdən hazırlanan alətlərin tez sıradan çıxması olmuşdur. Cavab olacaq D variantı. 67-ci testimizdə Manna hökmdarı Ulussunu və Atropaten hökmdarı Artabazın dəyişkən xarici siyasət yürütməsindəki məqsədi nə idi? Baxın, Parfiyanı gördük biz A variantında. Bilirsiniz ki, Manna dövlətini biz əgər müzakirə ediriksə, orada bizim danışa biləcəyimiz 2 dənə dövlət var. Hətta 3 dənə dövlət var deyə bilərdik, yəni dolaylı yolla. Assuriya, Urartu və Midiya dövlətini biz qeyd edə bilərik. Hətta biraz sıxsaq Babil dövlətini qeyd edə bilərik. Yenə də dediyim kimi dolaylı yolla. Amma Assuriya və Urartu birbaşa əlaqəlidir. Ona görə Parfiyanın adını biz orada çəkə bilmərik. Eyni zamanda Makedoniya adını çəkə bilmərik, əgər Ulusunun adı varsa. Urartu tərəfindən işğal olunmuş, Urartunu isə Atropatena Urartunu görməyib. Yəni bu dediyimiz məsələ ilə Atropatenaya da aiddir. Atropatenadan danışarkənsə biz artıq Urartu, Assuriya, Midiya, nə bilim, belə deyək, Babil, bu kimi dövlətlərin adını eşitməmiş olmalıyıq. O variantları görən ki, biz cavablardan çıxmalıyıq. Qalır 2 də variantımız. Alan tayfalarında qayrəsiz yürüşlərindən xilas etmək. Bilirsiniz ki, Alanların yürüşü eramızın 1-ci əsrindən başlayır Azərbaycan ərazisində və 3-cü əsrə qədər davam edir mütəmadi olaraq. Bir də biz 1062-ci ildə, eyni zamanda 1032-ci ildə də rast gəlirik. 32-33-də daha doğrusu Alan adına və bu təkcə belə deyək, daha doğrusu nə Atropatena aiddir, nə də Manna hökmdarı Ulusununa aiddir. Bilirsiniz ki, Artabaz eradan əvvəl 1-ci əsrdə hakimiyyətdə olub. Bu E variantı bizim cavabımız ola bilməz. Qalır C variantı və testimizin şərtinə uyğun, belə deyim ki, cavab elə C variantı olacaq. Yəni Ulusunu müstəqilliyini qorumaq istəyirdimi, hakimiyyətini qorumaq istəyirdimi? O biraz şübhəlidir, amma ən uyğun cavabımız C variantı olacaq. 68-ci test tapşırığımızda göstərilənlər nəticəsidir. Böyük Hun dövlətinin bir hissəsi Çin əsarəti altına düşür. Vyetnamdır, Koreyadır, bu kimi ərazilər ələ keçirilir. Təbii ki, bu nə ilə bağlıdır? Xan hökmdarlarının apardığı işğallarla, Xan sülaləsi dövründəki işğalçılıq yürüşlərin adı ilə bağlıdır. Sonra 69-cu sualımız maraqlı sualdır. Burada diqqət lazımdır bəzi belə deyim variantlarda. Məsələn, burada bizə soruşur nə? 5-ci və 6-cı yüzilliklərin ikinci yarısında Albaniyanı soruşur. Bizans imperiyasının hakimiyyəti altındadır. Biz buna biraz haşiyə çıxsaq, bilirik ki, Sasani Roma və Sasani Bizans müqavilələrində 387-dən mi olsun, 591-dən mi olsun, 629-dən mi olsun, fərqi yoxdur. Bu müqavilələrin hər birində Albaniya Sasani imperiyasının hakimiyyəti altında qalmışdı. Yəni, Bizans heç bir dövrdə Albaniyanı öz hakimiyyəti altına almayıb tamamilə. Aydınmı? A variantı ola bilməz. Mən ərəblərin sözünü görürəm, ardını oxumuram. Çünki bilirsiniz ki, ərəblər 630-cu ildə dövlət yaradıblar. Bu isə 7-ci əsr eləyir. Testimizin şərtində isə 5 və 6-cı yüzilliklər öz əksini tapıb. Atropatena birlikdə Sasani dövlətinin şimal qüsuna daxil idi. Bu uşaqlar ilk baxışdan, bunu bir çox abituriyentlər yanlış yazıblar. Bu ilk baxışdan doğruya oxşuyur. Amma bu məsələ Sasani hökmdarı 1-ci Xosrovun həyata keçirdiyi inzibati islahatlarla əlaqədar idi. 1-ci Xosrovda bilirsiniz ki, 6-cı yüzillikdə hakimiyyətdə olub, 579-cu ilə qədər. Ona görə bu təkcə 6-cı əsrə uyğun gələ bilər. 5-ci əsrə uyğun gəlməyəcək. Burada diqqətsizliyə yol veribsiniz. D-də Qəbələni paytaxt şəhər olaraq saxlamışdı. Bilirsiniz ki, Qəbələ 444-cü ildə paytaxt şəhər, deməli, daha doğrusu 44-cü ilə qədər paytaxt olub. Artıq 44-cü ildən sonra Bərdə şəhər olmuşdu. Ona görə də biz 5-ci yüzilliyin ikinci yarısında Qəbələnin paytaxt olduğunu qeyd edə bilmərik. Cavab olacaq E variantı. 5-ci yüzilliyin ikinci yarısında, yəni 463-487-ci ildə bir mərzbanlıq dövrüdür. 510-629-cu ildə isə böyük mərzbanlıq dövrüdür, uzun müddətli və yaxud da. Ona görə cavab olacaq E variantı. Bu biraz maraqlı sual idi. 70-ci sualımızda Perikl və Qraks qardaşlarının fəaliyyətlə bağlı ümumi cəhəti tapacağıq. Qulların öldürülməsinin qadağan olunmasını biz mövcud dərsliklərimizdə təkcə Adrian adı ilə bağlayırıq. Roma imperatoru Adrian 2-ci əsrdə. Xristiyanlara açıq ibadət etməyə icazə verilməsi bu Roma imperatoru Konstantin adı ilə bağlıdır.
Yoxsulların mənafeyinə uyğun tədbirlərin görülməsi isə təbii ki, bizim doğru cavab olacaq ki, Qraks qardaşlarının aqrar islahatlarını biz bilirik. Periklın da elə maddi yardımlarını desək yoxsullara kifayət eləyəcək. Məhkəmləşdirilmiş dövlət idarə sisteminin yaradılması biz o dövrün dövlətləri içərisində, xüsusilə də Yunanıstan, Romada belə bir söz ifadə işlətsək yanlış olar. Bu tamamilə yəni həmin ələl xüsusda Periklin və Qraksın dövrlərində elə bir şey mövcud deyildi. Senatın hüquq və səlahiyyətlərinin artırılması isə bu da tamamilə yanlış cümlədir. Aydınmı? 71-ci testimizdə xronoloji yox, məntiqi ardıcılığı tamamlayacağıq. 3-cü Vaçaqan hakimiyyətə gəlib 487-ci ildə xristian dininə aid qanunlar qəbul edib. İndi baxaq, bu elə 3-cü Vaçaqanın gördüyü işlərlə yəqin ki, bağlı olacaq. Xristianlığın ilk dəfə dövlət dini elan edilməsi Urnayırın adı ilə bağlıdır. 313-cü ildə Urnayır xristianlığı rəsmi din eləmişdi dövlətdə. Bərdə şəhərinin paytaxta çevrilməsi 2-ci Vaçin adı ilə bağlıdır. Bu da bizim cavabımız ola bilməz. Aqben kilsə məclisi bəli 488-ci ildə 3-cü Mömin Vaçaqan tərəfindən çağırılmışdı. Xristian dininə aid qanunlar qəbul etmişdi və nəticədə Azərbaycanda feodal münasibətləri daha da inkişaf etməsinə belə deyək şərait yaratmışdı. Ona görə də uşaqlar biz D variantında çıxacağıq. Albaniya Sasani mərzbanlıq hökmranlığının başlanması. Başlanması yox, başa çatması olmalı idi. Ona görə cavab nə oldu? Bəli, C variantı. 72-ci sualımızda xəritədə rəqəmlərlə işarələnmiş ərazilərdə yaranmış qədim dövlətlərin hansına aid xüsusiyyət verilməmişdir deyir uşaqlar. Verilməmişdir deyirsə biz baxaq. Pun müharibələrində iştirak edən kim idi? Roma ilə Karfagen, Kadeş müqaviləsini imzalayan kim idi? Hitlerlə Misir. İndi baxırıq ərazilərə. Baxın 5 Karfagendir, 4 Romadır, 2 Yunanistandır, 1 Misirdir, 3 də Kiçik Asiyadır. İndi biz dövrlər olaraq bilirsiniz ki, bu dəyişir. Amma indi qədim dövrdən gedir burada söhbət. Ona görə də biz Anadoluda hakimiyyətdə olan kimi tanıyırıq. Əlbəttə ki, Het padşahlığını tanıyırıq. Və Kadeş müqaviləsi Misirlə Het arasında imzalanıb deyə biz 1-lə 3-ü çıxırıq. Bu müharibələrdə Roma ilə Karfagen arasında baş verdiyinə görə 4-lə 5-i də çıxırıq. Cavab oldu B variantı. 73-cü test tapşırığımızda Ataxaqanlığı dövrünə aid deyil. Ataxaqanlıq dövrü bilirsiniz ki, Erkən Tunc dövründən etibarən biz artıq hesablamağa başlayırıq. Erkən Tunc. Deməli, burada bizim testimizin cavabı Erkən Tunc dövrünün əvvəlki hadisi olmalıdır. Baxırıq, Xışı görən kimi biz bilirik bu Tunc dövrünə aiddir. Kurqanlar da Tunc dövrünə aiddir. İri tayfa birlikləri də Tunc dövrünə aiddir. Sənətkarlığın müstəqil sahib çevrilməsi də Tunc dövrünə aiddir. Əhalinin oturaq həyata keçməsi isə Neolit dövrüdür. Neolit dövründə isə Anaxaqanlıq mövcud idi. 74-cü testimizdə Sasani Alban qoşunları məğlub olur, ərəblərin Albaniya yolu açılır və Xəzərlər qələbə qazanır. Baxırıq biz Sasani Alban qoşunlarının məğlub olduğu 2 dənə döyüş var. Kadisiya və Dizrav döyüşləri. Burada Kadisiyanın adı olmadığına görə biz Dizravı gətirməliyik cavablarımıza. Bu arada bir haşiyə çıxaq ki, artıq Dizrav döyüşü, orada itirilən ərazilər, o ərazilərin qaytarılması falan kimi məsələlər bizim yeni 6-cı sinif dərsliyimizdə çıxarılıb. Bu da o deməkdir ki, artıq bu döyüşlər, bu məsələlər artıq gələn ilki imtahanda mı deyək, sınaqlarda mı deyək, istifadə olunmayacaq. Aydındır mı? Amma mövcud hal-hazırdakı belə deyək, sistemə əsasən Dizravı biz düzgün cavab kimi götürməliyik. Ərəblərin Albaniya yolunu açansa cərmədən döyüşün olduğunu bilərəkdən biz A variantını doğru cavab kimi götürmüş oluruq. Savalan döyüşdə bəli. 830-cu illərində ərəblərlə Xəzərlər arasında baş vermiş və Xəzərlər qalib gəlmişdi. Sonra 75-ci testimizdə eradan əvvəl 6-cı yüzilliyin sonlarında həyata keçirilmiş islahatlar nəticəsində Afinada nə olacaq? Yoxsullara vəzifəyə görə əmək haqqı verilməyə başlandı. Bilirsiniz ki, yoxsullara vəzifə məsələsi Periklin dövrünə təsadüf edir. Bu isə eradan əvvəl 5-ci əsrə təsadüf edir. B variantında torpağa görə bütün borclar ləğv edildi. Bu 6-cı əsrin əvvəlləri Solon islahatlarına aiddir, eradan əvvəl. Xalq yığıncağı ali hakimiyyət uyğunluğuna çevrildi. Bəli, cavabımız elə C variantı olacaq. D-də əhalinin xarici getməsi bu Spartaya aiddir. Bizdə Afinan soruşur. Demosun hüquqları xalq tribununu görən kimi də bu Romaya aid bir ifadədir. Cavab olacaq C variantı. 76-cı testimizdə Paleolit dövrünün Neolit dövrü ilə oxşar Tunc dövründən fərqli cəhətini tapın. Mən sizə nə demişdim uşaqlar? Demişdim ki, bu tipli biz testləri taparkən 2 hissəyə bölmək lazımdır. Birinci hissəni baxaq, sonra isə digər hissəyə baxaq. Ölülərin yaşayış məskənlərində kənarda dəfn edilməsi bu Tunc dövrünün
bu dövrlərdən fərqidir. Cavabımız ola bilməz. İstehsal təsərrüfatının mövcud olması. Paleolit dövründə bilirsiniz ki, istehsal təsərrüfatı yox idi, istehlak təsərrüfatı idi. Ona görə bu da bizim cavabımız ola bilməz. Bizə paleolitlə neolitin oxşar cəhəti lazımdır. Süni yolla odun əldə edilməsi. Bu yəqin ki, burada ilk dəfədən söhbət düşür. Yəni, daha doğrusu ilk dəfə süni odun əldə edilməsi məsələsinə toxunulub. Əgər elədirsə, belə deyək, bu orta paleolit dövrünə aiddir. Yox, elə deyilsə, bu həm paleolit dövrünə aiddir, həm neolit, həm də tunc dövrünə aiddir. Yəni biz bunu da götürə bilmərik doğru cavablar içərisində. D variantda qəbilənin həyatında qadının mühüm rol oynaması. Bəli, bu paleolit dövründən neolit dövrünün oxşar cəhətidir. Tunc dövründə isə bilirsiniz artıq qəbilə dağılmış, tayfalar yaranmağa başlamışdı. Ona görə də cavab olacaq D variantı. Torpağın toxa ilə şumlanması isə bu neolit dövrünə aiddir. Paleolit dövrünə də aid deyil. Sonra 77-ci testimiz müqayisə cədvəlində tarix şəxsiyyətlərə aid doğru fikirləri müəyyən edin. Burada uşaqlar biz bir şey deyək ki, bu test dırnaqarası güya təzə çıxmış testlərdəndir. Burada biz 5 ilə 6-nı oxşar cəhət kimi götürməliyik. Digər xüsusiyyətlər isə hər bir hökmdara aid və yaxud da şəxsə aid fərqli xüsusiyyətlərdir. İndi baxaq, Cavanşir Mehranilər sülaləsinə mənsub idi. Bu bir cavabımız ola bilməz. Cərmədan döyüşündə isə Cavanşir iştirak etməmişdir. Baxın, elə bir ilə 2-ni tapan kimi cavabımız çıxmış oldu. Soqdiana vilayətinin ələ keçirilməsi, bəli, İslami xəqana aiddir. Sasanilərlə mübarizə nəticəsində qalib gələrək bu ərazini ələ keçirmişdi. İkinci Göytürk dövlətinin əsasını qoyan isə İltəris xəqandır. Bunun İslami xanla əlaqəsi yoxdur. Xəzərlərlə mübarizənin aparılması doğrudur. Cavanşiri biz Kür çay sahilindəki döyüşü bilirik. İslami xanın da Xəzərləri məğlub etdiyini, ona tabi etdiyini bilirik. Bizans dövlətlə diplomatik münasibətlər saxlaması da hər ikisi üçün oxşar cəhətdir. Cavanşir məsələn biz 654-cü ilə qeyd edə bilərik. İslami xəqan isə konkret ilin bilməsək də əvvəlcə Bizansla müharibə aparır. Bunu əvvəlki videolarda qeyd etmişdim mən təfərrüatlı formada. Sonradan görür ki, bunların ümumi düşməni var, Sasanilər və müharibə aparmaqdansa diplomatik münasibətlər yaratmağı daha üstün hesab edir və Bizansla diplomatik əlaqələr qurulur. Cavab olacaq D variantı. 78-ci testimizdə eradan əvvəl 1-ci yüzilin 20-ci ilində Atropateniyanın tarix üçün xarakterikdir. Parfiya tərəfindən dövlətinə son qoyulması. Bu cavabı qəsdən A variantına yazıblar. Çünki bu hadisə də 20-ci ilə təsadüf edir. Amma hansı 20-ci ilə? Bizim İranın 20-ci ilinə. Ona görə doğru cavab ola bilməz. Cavab elə B variantı olacaq. Hakimiyyətə yeni hökmdarın gətirilməsi. Bilirsiniz də kimdir? Oktavian Avqustun köməyi ilə Ariobarzan gəlmişdi. Fraspa döyüşü eradan əvvəl 30-cu illərdir. Selevki eradan əvvəl 192-ci əsrin 90-cı illərdir. Midyalı Baryaks isə 4-cü əsrə aiddir. Cavab olacaq bəli, B variantı. 79 sadə sualdır. İskəndərin Hindistana işğalının yarımçıq qoyma səbəbləri. Bunu artıq məncə bütün abituriyentlər əzbər bilir ki, ordunun ciddi müqavimətə rast gəlməsi və əsgərlərin uzun müharibədən yorulmasıdır. 80-cı sualımızda biz hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edəcəyik. Deməli, birdə yazılıb ki, Hilat döyüşünün baş verməsi Xəzərlərin hücumlarının dayandırılması. Bəli, burada Xəzərlərin Azərbaycana hücumlarının dayandırılması yazılsaydı daha doğru olardı. Amma mən elə bilirəm, bu bizim testimizin uyğun cavabıdır. Baxarıq axırda yenə də. 2. Bizansla Sasanilər arasında sülh müqaviləsinin imzalanması, Albaniyanın Dizrav döyüşündə itirdiyi vilayətlərə sahib olması. Bu, uşaqlar, ilk baxışdan doğru oxşuyur. Amma biz burada Bizans sözünü yox, Roma sözünü görməlidir. Bilirsiniz ki, Bizans imperiyası 395-ci ildə yaranıb. Amma bu mətndə testdə sözü gedən müqavilə isə 387-ci ilə aiddir. Orada isə Bizans dövləti yox idi hələ, yaranmamışdı hələ. İkini baxın, cavablardan çıxırıq, biri gətiririk. Cavabımız oldu B variantı, amma baxacağıq. Aquient məclisinin çağırılması, Cavanşirin Albaniya hökmdarı edilməsi yanlışdır. Bunların aralarında nə qədər? Bəli, təxminən 150 il elə deyək ki, vaxt var. 150 ildən çox bəlkə. Haylandur Hunlarının Albaniyaya hücum etməsi, Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması, bu da yanlışdır. İkinci Vatiyanın hakimiyyətinə son qoyulur. Xosrovun islahatlar həyata keçirməsi, feodal münasibətlərin inkişaf etməsi, bəli. Bu doğrudur. Cavab belə 1-5 oldu. Amma burada yenə də Azərbaycan yazısaydı, məncə daha tez, dəqiq olardı. Artıq keçəcək yavaş-yavaş deyəsən qapalı suallar. Yox. 83-dən başlayır. 81-də erkən tunc dövründə tayfaların yaranması nə ilə nəticələndi? Bu uşaqlar sadə sualdır. Bunu bilirsiniz ki, bir neçə qohum qəbilə birləşir və bir tayfanı yaradırlar.
Bunun məncə hər hansı bir izaha ehtiyacı yoxdur. 82-ci testimizdə Cavanşir xilafətlə münasibətlərə kifayət qədər çevik olur. Gedir Şam şəhərinə 2 dəfə görüşür, Dəməşq şəhərinə 667-670-ci illərdə və deyir ki, bu görüşün nəticələri lazımdır bizə. Xarici siyasətin nəticələri lazımdır bizə. Burada da nə olacaq? Xəlifə Cavanşiri bəyənir. Onun belə deyək, mərdliyin, cəsarətin belə və yaxud da Albaniyadakı nüfuzundan da istifadə etmək qərarına gəlir. Ona görə Albaniya daxili müstəqilliyə toxunmur və Albaniyadan alınan vergiləri 1/3 qədər azaldır. Aydındır? A variantı. Arşakilər zaten bizim cavabımız olan məhz. Arşakiləri xatırlayaq. 1-ci əsrdən 510-cu ilə qədər hakimiyyətdə olublar. Cavanşir isə 642-ci ilə gəlmişdi hakimiyyətə. Sonra 83-cü testimiz xronoloji ardıcıllığı tapacağıq. Axund dövlətinin süqut etməsi 567-ci ildədir. Katalan döyüşü 451-ci ildədir. Göytürklərin Kürşadın başçılığı üstünə qalxması 639-dur. Roma imperiyasının 2 hissəyə parçalanması, bunu bayaq qeyd etdik, 395-dir. Deməli, nə olacaq? 4, 2, 1, 3. 84-cü sualımızda ibtidai cəmiyyətin həyatında neolit inqilabı adlandırılan dəyişiklikləri müəyyən ediniz. Ox və kamanın ixtira olunması bilirsiniz ki, Mezolit dövrünə aiddir. Bu neolit inqilabı ola bilməz. Əkinçilik və maldarlığın meydana gəlməsi bu yanlışdır. Deməli, əkinçilik və maldarlığın meydana gəlməsi Mezolit dövrünə aiddir. Burada biz uşaqlar bunu çıxsaq, burada mən elə bilirəm yazılsaydı əkinçilik və maldarlığın formalaşmasının başa çatması və yaxud da əkinçilik və maldarlığın əsas məşğuliyyət sahəsinə çevrilməsi daha doğru cümlə olardı. O birisilərə baxaq, bu məsələyə qayıdaraq bir də. Süni suvarma sistemi erkən tunc dövrünə aiddir. Saxsı qabların hazırlanması da bəli, neolit dövrüdür. İndi uşaqlar, burada testin şərtində dəyişiklikləri deyir. Yəni burada birdən artıq cavab olmalıdır. Böyük ehtimalla bu test müəllifləri doğru cavab kimi 2 və 4-ü götürüblər. Amma mən bu testə etirazım var. Meydana gəlməsi yox, formalaşmasının başa çatması olsaydı, biz ən uyğun cavab kimi 2 və 4-ü götürə bilərdik. Aydındır mı? Burada tək doğru cavab, 100%, yəni doğru cavab 4 variantıdır. Sonra 85-ci sualımızda Albaniya və Yunan mədəniyyətləri arasındakı əlaqələri əks etdirir. Böyük Dəhnə kəndində tapılmış daş kitabı, bu doğrudur. Ritonlar bu Albaniyaya aid deyil. Kiremitlərdən istifadə edilməsi bu həm Atropatena həm də Albaniyaya aiddir. Heraklə həsr olunmuş Kereft abidəsi də təkcə Atropatenaya aiddir. 1-3 olacaq burada. Burada problem yoxdur. 86-cı testimizdə Kuti dövlət qurumu ilə Manna dövlətinin tarixinə aid oxşar xüsusiyyətlər. Vilayətlərə canişinlərə təyin edilməsi doğrudur. Urmiya gölü hövzəsində meydana gəlmələri o da doğrudur. Hakimiyyətin seçim yolunda ötürülməsində üstünlük verilməsi deyirsə, bu daha çox Kutilər üçün səciyyəvi olan xüsusiyyətdir. Assuriya isə əgər dövlət qurumundan söhbət gedirsə, biz Kuti dövlət qurumunu bunu aid edə bilmərik. Kutilər dövlət qurumu kimi Akkadlara qarşı mübarizə aparıblar. Akkad. Cavab 1-2 olacaq. 87-ci sualımızda deməli, müsbət və mənfi cəhətləri son islahatlarla bağlı müsbət və mənfi cəhətləri tapacağıq. Baxın, ən kiçik səhvə görə insanlara ağır cəzalar verilirdi. Bu drakona aiddir. Yoxsul vətəndaşlar, mən A variantından başlayaq uşaqlar. Vətəndaşların hüquq və vəzifələri onların əmlakına uyğun müəyyən olunurdu. Bu nə olacaq uşaqlar? Mənfi cəhət olacaq. İndi A-ya oxşamadı, amma yəni belə yazaq. A. Sonra kəndlərin borcları ləğv edildi. Bu təbii ki, müsbət cəhət olacaq. Yoxsul vətəndaşlara siyasi vəzifə seçilə bilməzlər. Bu mənfi cəhətdir. Bütün vətəndaşları xalq yığıncağında iştirak edə bilərdilər. Burada məncə bütün vətəndaşlar sözü deməli nə olmalıdır? Olmamalıdır. Çünki biz Solon islahatlarını xatırlayarkən biz 594-cü ildə Demosla aristokratlar arasında gedən mübarizəni bilirik. Ondan sonra onların belə deyə Solon onları barışdırmağa çalışmasını bilirik və bu islahatlar nəticəsində nə olmuşdu? Kəndlərin borcları ləğv edilmişdi, gələcəkdə borca görə qul edilmə falan onlar ləğv edilmişdi. Sonra da ləğv edilmişdi. Borc köləliyi ləğv edilmişdi. Bu kimi bir də taxıl və zəruri ərzaq məhsullarının ixracı deməli qadağan edilmişdi. Amma əmlakından asılı olmayaraq biz burada deyirik ki, bütün vətəndaşlar xalq yığıncağında iştirak edə bilərdilər. Bunu müsbət cəhət kimi biz əslində götürə bilərik.
Məncə götürə bilərik, bəli. 1BC, 2A'yı ən doğru cavab B cavabımız olar. Aha, götürə bilərik. Məncə heç bir problem yoxdur. Sonra artıq mətn mənbə suallarına keçirik. Mənbəni oxumusunuz yəqin ki, burada Sezardan, onun sui-qəsd nəticəsində öldürülməsindən, yəni eradan əvvəl 1-ci əsrdən söhbət gedir və bizə 3 sual təqdim olunub. Mənbədə bəhs olunan dövrdə Romanın dövlət quruluşu. Bilirsiniz ki, bu eradan əvvəl 49-44-cü illərdə Sezar, 44-cü ildə Sezarın öldürülməsi ilə əlaqədardır. Eradan əvvəl 44-cü ildə isə Romada Respublika quruluşu mövcud idi. Respublika. 89-cu testimizdə mənbəyə və tarixi biliklərinə əsasən Sezarın senatda öldürülməsinin səbəbi. Senatda öldürülməsinin səbəbi odur ki, uşaqlar, çünki Sezar Respublikanı monarxiya, yəni tək başına hakimiyyətlə əvəz etmək istəyirdi. Bu isə senatdan xoşuna gəlmir. Senatorlar tərəfindən narazılıqla qarşılanır. Ona görə də onu öldürürlər. Yəni biz yazsaq nə yaza bilərik bizə? Respublikanı monarxiya ilə əvəz etmək istəməsi. Aydındır. Xəttim biraz səliqəsizdir, nəzərə alarsınız. 90-cı testimizdə isə mənbədə bəhs olan hadisədən sonra Romanın siyasi vəziyyəti ilə bağlı 2 dənə doğru fikri tapacağıq. Birinci uşaqlar, qeyd edə bilərik ki, Sezar öldürüləndən sonra onun tərəfdarları nə edirlər? Həmin o, belə deyək, Oktavianla Antoni respublikaçıları məğlub eləyir və Romanı öz aralarında bölürlər. Aydındır. İndi mən bunu uzun formada yazdım. İkisini də yazsaq doğru ola bilər. Respublikaçıların məğlub edilməsi və yaxud Romanın Oktavian və Avqust arasında bölüşdürülməsi yaza bilərik. İkinciyə isə yaza bilərik nəyi? Elə vətəndaş müharibəsini yazsaq heç bir problem olmaz. Bir müddət sonra Oktavianla Antoni arasındakı rəqabət onlar arasında vətəndaş müharibəsi gətirib çıxardır və Oktavianın qələbəsi nəticələnir ki, sonra da Roma imperiyaya çevrilir. Aydındır. Bu qədər uşaqlar. Bu suallar yaxşı suallar idi. Uşaqlar üçün, abituriyentlər üçün möhtəşəm suallar idi, mənə elə gəlir. Və izlədiyiniz üçün də hər birinizə dərin təşəkkürlərimi bildirirəm. Çox sağ olun.